Etibarnamələrin təsdiqi ilə bağlı istənilən asan xidmət mərkəzinə müraciət etmək mümkündür. Bu xidmətlə bağlı sənədləri etibar edən şəxsin təqdim etməsi kifayət edir. Sair etibarnamənin təsdiqi ilə bağlı etibar edən şəxsin şəxsiyyət vəsiqəsi, tərəflər arasında yaxın qohumluq münasibəti varsa, bunu təsdiq edən sənədlər təqdim olunur. Qohumluq münasibətlərini təsdiq edən sənədlərə dair məlumatlar əgər elektron informasiya sistemində əks olunarsa, bu halda sənədin əslinin təqdim edilməsinə ehtiyac olmur. Qeyd edək ki, əgər etibarnamə bir daşınmaz əmlakla bağlı verilirsə, mülkiyyət hüququnu təsdiq edən sənəd də təqdim olunur. Mülkiyyət hüququnu təsdiq edən sənəd elektron olarsa, onun sürəti təqdim olunur. Etibarnamə uşaqlara, valideynlərə, ər-arvada, babaya, nənəyə, nəvəyə, bacı, qardaşa verilirsə, dövlət rüsumu 10 manat, xidmətə görə tutulan haqq isə 1 manat 50 qəpik təşkil edir. Etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilirsə, dövlət rüsumu 15 manat, xidmətə görə tutulan haqq 2 manat 25 qəpik təşkil edir. Sənədlərin düzgün tərtib edilməsi üçün etibar olunan şəxsin şəxsiyyət vəsiqəsinin məlumatlarının təqdim olunması tövsiyə olunur.